Salam aleyküm xanımlar. Kanalıma xoş gəlmisiniz. Sizə yeni geyimləri göstərmək istəyirəm. Təzə gələn geyimlərdir. Sadəcə olaraq bayaqdan onlarla eləşirəm. Bir də köhnə partiyadan bəzi paltar gəlmişdi. Onu göstərməmişdim. Məsəl üçün bunu. Çox gözəl bir dəstir. Cinsdir sadəcə olaraq. Çox belə nazik deyil. Mən bunu nazik bilirdim. Amma çox da nazik də deyil. Amma üst geyim kimi gedir də. Məsəl üçün bu qolsuzdur belənçi. Bunların inşallah çəkilişlərini eləyəcəm. Prosta biraz lazımdan biraz qalın olduğuna görə hələ ki tələsmirəm bunu çəkməyə. Bunu çəkib paylaşacağım. Belə bir cins yubkasıdır. Sadə. Bir də ki üst geyimi belənci. Vagonlarla belə rezinka açıq da qoya bilərsiniz. Bağlı da belə bir cibləri var. Və zamokdadır. Çox xoşum gəldi bu modeldən. Ala bilsin. Geyinəndən sonra əynimdə yaxşı dursa özümə də istəyirəm bundan. Bir dənə göstərəcəm. Hərəsi bir tərəfdədir deyə. Paltarlar hamısı bura yerləşmədi. Necə salmışamsa bura. Çıxarda da bilmirəm. Bizə yeni belə materialda təzə geyimlər gəlib. Bu material çox qəşəng materialdır. Futbolka materialı kimi gedir. Pambıqdır. Çox sərin saxlayır. Belə ola bilsin biraz şey görünür. Qalın fason kimi görünür. Amma ki yəni ki onu demək istəyirəm ki, yəni tərlətməyən materialdır bu çox. Yaxşı materialdır da. Məsəl üçün biri var sintetik nəsə naziyi almaqdansa, geyinməkdənsə, ondansa belə bir tık necə deyirlər, qalın götürür suluçu. Bir də ki bilirsiniz ki tərlətmir, iylətmir, nə bilim iç göstərmir. Bəzi var ki məsəl üçün materiallar nazikdir, iç göstərir. Altdan nəsə geyinməlisiniz də, yəni iç göstərən hicablı xanımlar üçün nə mənası var iç göstərən paltar geyinməyin, nazik olsa da belə. Altdan nəsə geyinilməlidir. Ya şalvar, ya qatqatka geyməkdənsə bir tık qalın geyiniz ki, iç göstərməyən. Həm ki, çəm nazik geyməkdənsə. Bu da həmçinin elə bir dəstlərdən biridir. Material dediyim kimi futbolka materialıdır. Beləcə Kaliforniya deyil. Kaliforniya biraz elədir ki, həm ağırdır, sallaq belə sallanır da ağırlığından, yapışır da əyinə. Bildirir də hər şey o baxımdan. Bu material çox qəşəngdir. Bu modeldə nə modeldir? Baxız, belə bir şalvar var, enli, cibləri də var. Qaradır, zil qaradır. Sadəcə olaraq kamerada belə bozarmış kimi görünür. Bu uzun belə tunika kimi bir şeydir. Qıraqlarında belənçi razrezləri var. Tam uzunluqdur. Yəni qısalıq deyil, qısa deyil. Tam uzundur, enlidir. Qolların belədir, yəni heç bir rezin zadı yoxdur. Və burada nə var? Bu şərf deyil. Bu necə göstərim sizə? Kapüşonkadır. Belə bir kapüşonka. İndi niqab var deyə üzümdə bilinmir forması. Tam. Yəni belə bir şeydir. Üçlü dəsti. Üçü bir yerdə. Şalvar. Belə bir tunika. Tunika da demək olmaz. Razrezləri bağlansa don olur. Don kimi də geyinə bilərsiniz. Razrezi bağlasaz. Bağlasaz deyəndə ki, tikdirsəz də yəni. Belə. Bunun cəmi bir rəngi var elə. Qaradır. Hepsi. Növbəti. Burada nə göstərim sizə? Tunikalar gətirmişik. Tunikalar. Bu da elə bil ki, həmin materialdır. Futbolka materialı. Bu da uzundur. Tam baxır indi kimə necə də. Bəzi xanımlara tam uzunluq ola bilər, bəzilərə biraz qısa ola bilər. Yəni bu sırf tunikadır. Bu təkdir. Yəni belə bu hardasa dizdən biraz yuxarıya kimi razrezi var. İki tərəfdən də tək tunikadır. Bunun da rəngləri var. Qara, bir də belə bir rəng və belə bir rəng. Bu kamerada slişkon belə yarkidir. Amma o qədər də yarki deyil. Üç rəngi var. Materialı dediyim kimi çox qəşəngdir. Bu material biraz bahalı materialdır. O birisilərinə baxanda həm də tapılan, elə də tapılan materialdır deyil. Onu da deyim sizə. Və növbəti modelə keçirik. Bu nədir? Bu ikili dəstir. İçdə belənçi atlasdan, atlasdır da bu. Atlasdan belənçi ikilik dondu. Material çox qəşəngdir. İç göstərməyən materialdır məncə bu. Oradan o tərəf göstərmir. Mədinə ipəkləri biraz nazik olurlar. Onlar da ola bilsin göstərsin, amma bunlar yox. Bunlar qalındır. Və üzərindən belə ancaq qabaq hissədən belə razrezi var. Sinədən biraz aşağıdan. Və qolları da fərqlidir, baxız. Belə qolları var. Gözəl modeldir. Bunlar düzdür. Geyinib baxmamışam, amma əyində çox qəşəng görünür. Yəni modellərin üzərində görmüşəm. Bunun da iki rəngi var. Bir üst qara, iç göy.
Bir də üst qara, iç bordo. Bordo rəng belənci. Klasik bayrama, nə bilim, toya, məclisə geyinməyə. Və tunikalar. Tunikalar, belə bir tunikalar gətirmişik. Baxız, belə bir tərəfi elə bir belə qısa, bir tərəfi uzun. Baxız, yupka ilə də, şalvarla da, cins şalvarlarla, nə bilim, belə qəşəng gedər məncə bu. Kimindir, belə rimenlə də geyinə bilər. Kim necə istəyir, belə də geyinə bilər. Qol hissələri belədir. Baxız, material da çox qəşəngdir. Belə bir materialı var. Uzunluğu da ki, baxız, bir tərəfi dizə kimidir, bir tərəfi isə belə. Bunun da rəngləri var. Bu rəng, korичневый rəng və bu rəng. Sadəcə bu rəngi biraz başqa materialdır. Biraz daha yumuşaq, parlaq. Kameradan da görmək olur. Bu rənglər də belədir. Modelin rəngləri. Mən hər dəfə saxlayıb baxıram mikrofona. İşləyir ya yox deyin, baxın. İşləyirmiş. Nəysə. Sonra keçirik belə bir model. Burada ikili dəsti. Köynəyidir belənçi. Qolları bunun belə, elə bir ki, iplidir. Belə bant kimi də üstündən bağlaya bilərsiniz. Bir də ki, ya da ki, belə elə bir ki, kruqavoy belə keçirdib. Belə də bağlayıb, bant kimi bağlaya bilərsiniz. Bu köynəyidir, ətəyi isə belədir. Bunlar çox qəşəng görünür məncə indi. Düzdə hələ ki yoxlamamışam, amma ki, qəşəng görünməlidir. Və bunun rəngləri iki cür rəngi var. Bir, oy, hamısını bastırmışam, bir yerə çıxarda da bilmirəm. Bir də belə rəngi var. Üst hissəsi tam yaşıl, aşağı hissəsi isə belə. Məsəl üçün bu ağ hicabla, yaşıl hicabla çox qəşəng dəstləşdirib geyinə bilərsiniz. Belə. Sonra növbəti model. Bu məndə bir dəst var idi, şalvarlı, yəqin videolarda da görmüşsünüz, o təmizlik videosunda da altdan enli şalvar və tunika, böyürdən razı-rəzindən olan. O dəsti çoxsu soruşurdular, yəni mağazaya gələn müştərilərdə əynimdə görüb, yəni bu modeldən var deyə. Biz də hələnçi modeldən sifariş verdik. Baxız, bunun da 3 rəngi var. Bu model nədən ibarətdir? Bir belə bir enli tunikadır, qolları belə rezinkada, qıraqlardan razrez. Bu tam uzunluq deyil. Bu elə bir ki, bizdən biraz aşağı. Bizdən biraz yox, xeyli aşağı. Yəni topuqdan da yuxarı. Baxız belə. Bunun və belənçi enli şalvarı da var. Belə. Enli şalvarı və cibi. Çox qəşəng rəngdir bu. Belə bunun rənglərini də göstərim. Bir bu qəhvəyi rəngi, bir qara rəngi, bir də ki yaşıl rəngi. Standart ölçülərdir, amma enlidirlər. Xeyli, nə bilim, neçə razmeri çəkiyə kimi gedər. 80 çəkiyə kimi getməlidir. Enli modeldir də, yəni. Sonra həmin bu modelin elə bil ki, tək tunikası da satışda mövcuddur. Yəni ki, belə eyni modeldir. Sadəcə olaraq tək-tək satılır bunlar. Bunun da qara ilə bir də bu korичневый rəngi var. İki rəngi var. Sonra bu dəstdən yenidən gətirdik. Bunun rəngləri bitmiş. Qarası, korичневыйsı, bir də göyü qalıb. Qara üst hissəsi tunika. Bir də ki, burası göy, yupkasıdakı göy güllərlə. Bir də ki, qəhvəyi, burası qəhvəyi, burası da qəhvəyi rəngdə güllərlə olanı qalıb. Yaşılı bitmişdi. Bir də bordovoy bitib bizdə. Bordovoy da var idi. Baxız, belə. Bu yaşıldan yenidən gətirmişik. İstəyənlər gəlib əldə edə bilər. Sonra keçirik növbəti dəstə. Belə bir gözəl bir dəst gətirmişik. Həm sport, həm klasik gedir bunlar. Modeli belə sport kimi gedir. Yupqadır, belənçi enli. Amma parçasına baxırız necə gözəldir. Belə bir jadi materialda naxışlı dondur. Yupqadır. Bu isə üst geyim kimi də geyinə bilərsiniz. Zamoklu. Çox gözəl modeldir. Qolları belə rezinkada. Burası da rezinkada. İndi geyinmirəm, yəni belə üstümdə tuturam. Təxminə görə siz necə görünürsə. İndi düzdür, başqadır göstərmək. Amma bunları namusunu çəkmək var. Bir-bir geyin, çıxart ona görə biraz uzun
uzun məsələdir. Ona görə onları da bir-bir paylaşmaq da var. Hamısını birdən də paylaşmaq olmur geyinib. Sonra əldə video qalmır paylaşmaq üçün. Bu da belə bir dəstə. Bu biraz yubkası elə bir ki, yuxarısı dar, aşağısı enlidir. Rıbqa, yubka deyirlər, nə deyirlər buna. Yəni lap da elə yapışıq model deyil indi. Baxır kimə necə də. Bu da ki, üst hissəsi belə xalat tipli. Xalat tiplidir. Nə mənim də burası da belə iplə içərdən bağlanır və üstdən də belə üstdən bağlanır. Qolları isə belə sadə belə köynək. Yəni bu normal bağlansa, buradan da üstünə şərf gəlsə, buradan nə eləsəz, bağlasaz, hər ehtimala qarşı bağlasaz yaxşı olar. Üstündən hicab da gəlsə, altdan nəsə geyməyə ehtiyac olmaz. Belə. Üstündə səhv qiymət var. Belə. Bunu da göstərdi. Bunun da elə tək bu rəngi var. İndi bu tərəfdəkilərdən belə bir köynəklərdə bizə gəlib. Həmin o futbolka materialında köynəklərdə. Bu da ki, baxız. Burası belə cırıq deyil ha, cırılmayıb ilişib. Bu modeli belədir. Bu modeli belədir. Yəni belənci güya biraz rəng qatmaq üçün də köynəyə, sadə köynək olduğuna görə. Qolları belə. Belə tipdə buna oxşar Kaliforniya materialında köynəklərimiz var. Biraz düzü bundan biraz uzundur və dediyim kimi biraz üzərinə yapışır deyə köynək. Ona görə bu köynəklər daha yaxşıdır. Necə deyim? Biraz yapışıq model istəməyən xanımlar üçün yəni deyirəm. Düzdür onlar boş modeldir. Prosta dediyim kimi sallanır deyə əyində biraz. Ona görə bunun da rəngləri mövcuddur. Qara. Bir bu rəng. Açıq qəhvəyi rəngidir. Nədir bu? Rəngin adı pisok rəngi də, qum rəngi. Qum rəngi. Sonra bir də belə bordo rəngi. Bordovu rəngi. Sonra bir də belənçi Kaliforniya materialında belənçi enli yubka şalvar, belənçi şalvarlarımız gəlib. Bundan qabaq da gəlmişdi. Satıcı onlar satıldılar. Bilmədim nə payla belə şalvarlar var idi. Elə gələn kimi 1-2 günə qutardı. Sonra bir də gözləyirsiniz bunları da gətirim ora. Hərəsi bir tərəfdədir dediyim kimi. Ona görə bizdə belə bir dəst var idi. Bilənlər bilir. Yəni ki, altdan belə şalvar, üzərindən belə yamaq kimi yubkası, köynəyi, bir də ki hicabı. Elə bir dördü bir yerdə olur. Amma ki şalvarla yubka biçik idi. Yubka deyəndə ki, qabaqda, arxada yamaq və qıraqlarında da belə razrezdə. Elə bir dəst idi. Bu isə bu ona baxanda, bu da Kaliforniya materialdır. Bu ona baxanda biraz bir tık enlidir və qol hissələri belədir, barmaq taxmağa bir yeri olan və bunda elədir ki, şalvarı ayrıdır, yubkası ayrı. Kim istəyir məsəl üçün? Kim bir yerdə də geyinə bilər, kim istəyir tək də geyinə bilər, kim istəyir məsəl üçün evdə kimsə köynəklə şalvarını geyinir, bir də görür sənə qonaq gəldi, tez üstü şalvarla gəlməyən, baş bağlı xanımlar şalvarla qarşısına çıxmaq istəməyən, tez bunu da üstünə taxır, oldu yubka. Dəyişməyə ehtiyac olmur da, yəni geyinirsiniz, vəsə. Bunun da iki cür materialı var. Biri Kaliforniya materialı, bir də ki o dediyim kimi futbolka materialında. İki cür material da var. Bu modelin iki cür materialı var. Sonra bir də ki, bəzi modellərin bitən modelləri təzədən çıxartdım. Şkafda qalmışdı, yaddan çıxmışdı. Bu modelin məsəl üçün göyü satılıb bitmişdi, çəhrayısı qalmışdı. Bundan da var, yəni istəyən gəlib baxa bilər. Bir də ki bu ətəklərdən belənçə nazik cinsli, belə cibli, qabağı düyməli belənçə. Və bu da onun materialında prosta cibləri biraz böyürdəndir, amma düymələri yoxdur. Belə. Sonra keçirik öpüsünə. Bir də xanımlar, indi dəstləşdirmək üçün bizdə bir ağ pencəklər var. Onlarla dəstləşdirmək üçün belə bir ətəklər sifariş vermişdim. Sadəcə olaraq indi belə şey görünür. Baxım görüm istədiyim kimi, fikirləşdiyim kimi o dəstləşdirib ortaya çıxarda bilsəm, göstərərəm. Hələ ki, yəni belə bir ətəklərdir, patkatkalar da var və buna uyğun şərf də var. Dediyim kimi, o həmin ağ pencəklərlə bu yubka, bu şərf dəstləşdirib bir kombi deyirlər, nə deyirlər, elə bir şey düzəldib sizə göstərəcəm. Baxarsınız necə alındısa. Və bu rəngi də var, belə bir rəng də var yubkanın. Patikatkası da var belə. Bu sırf bayramlıq, seyranlıq, toyluq, məclislik belə bir üçün, yəni gündəlik üçün. Üstü belə sadə köynəklə geyinilsə gündəliyə də gedər. Amma sırf nəzərimdə bayram seyran üçün bunu sifariş vermişdim.
Başqa nə qaldı? Hə, əsas bu model. Bu modeldən bizdə bitmişdi. Yenidən gətirmişik. Kim istəmişdisə, yəni gəlib şeylə bəzi satılıb bitəndən sonra bir neçə xanım gəlmişdi. Eminə bu modeli istəyirdi. Mənim videom var idi, boz paltar geyindiyim, yolda üst hissəsi enli, yubkası da enli. Bax, o modeldir. Bu da həmin o futbolka dediyim materialında olan materialdır. Çox qəşəng modeldir. Bundan özümə də götürmək fikrim var. Baxız, belə bir enli yubkasıdır. Ciblərlə bir yerdə və belə bir enli köynəkdir. Böyük bədən sayılır da bunlar. Enli modeldir. Çox yüngül modeldir. Belə bir kenguru ciblər də var və belə yekə enli kapşon da var. Bunları da mütləq geyinib paylaşacağım. Sadəcə olaraq bilməm, qarasını götürüm yoxsa bordolu idi. Qarası da var. Bu zil qaradır. Obrisi model bizdə bundan qabaq olduğu zil deyil idi, biraz boz fason kimi rəng idi. Amma bu zil qaradır. Belə. Bu da belə. Sonra bir modeldə qalıb, onu da göstərim. Baxız, belə bir modeldir. Bunu sadəcə olaraq indi göstərmək lazımdır. Veşilkalarımız bitdiyinə görə ikisini də bir yerə taxmışam. Maşallah, mal çoxdur, geyimlər çoxdur. Ona görə çatdırmadım veşilkaları. Bu da bizdə belə bir tunikalar var idi, başqa bir materialda, tək olan, satışda tək olan. O başqa material idi. Bu ketandır. Baxız, qabaqdan 2 razrez, arxadan da 2 dənə razrez, belə uzun, tam uzunluq və bu isə dəst şəklindədir. Bu onun şalvarı da var. Enli belə şalvarı da var. Baxız, enli kifayət qədər enlidir. Yəni üstdən belə bir şeylə geyinmək üçün. Bunun bu pesok rəngi, qum rəngi, dediyim kimi qum rəngi və qara rəngi var. Bunlar da oversize-da, enli modellərdir amma. So, demək olar ki, sizə hamısını göstərdim. Yəni bu təzə yeni modellərdir. Kimlər istəyir, gəlib yeni baxa bilər. Yəni ki, kimə uyğundursa. So, daha başqa paylaşmadığım bir şey qalmadı da, yəqin ki, hamısını paylaşmışam. İndi sağollaşa bilərəm. Sağ olun, salamat qalın. İnşallah gələn videolarda görüşərik.